fikir vermişsiniz, həyat oyunla başlayır. 7 yaşa qədər uşaq oynamaqla məşğuldur. Yəni, oyun, müsabiqə, oynamağın da yarışdır da. Uşaqlar görsən, yarışır, güləşir. Yəni, həyatın zatı budur. Onu başa salmaq üçündür bu. Sizə demişdim də, apardılar, Quran hafizi vardı. Mən o uşağı görmüşdüm. 5 yaşı var, 97-ci ildə mən həcdə olmuşam ilk dəfə. 97-də. Onda bəziləri 97-də elə yox idi də, dünyaya gəlməmişdim. İndi yavaş-yavaş mən başa düşürəm ki, mən qocalıram yavaş-yavaş. Dünənə qədər kimə baxırdım, deyir, məndən 1-2 yaş böyük olar, elə bax. Sonra soruşurdum, deyir ki, sən məndən bir 20 yaş balaca adam. İnana bilmirdim, indi yavaş-yavaş inanıram buna. 97-də mən həcdə olmuşdum birinci dəfə, orada o uşağın 5 yaşı var idi. Gətirmişlər ora, Quran hafizi idi. Yəni, çox möcüzəvi bir şeydir də. Quran hafizi olmaqdan başqa idi.